vaxtınız xeyir qızlar, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız, həmişə də yaxşı olasınız. Qızlar, deməli bugün nə hazırlayırıq? Mən hazırlayacağam, qızım çəkəcək. Vloqa ilk öncə nə ilə başlayırıq? Zəncəfilli peçenyalar bişirəcəyik. Sonra da görək nə olur, gün bizi hara aparır. Səhər durub biraz sup bişirmişdim, onu çəkməmişəm bişirəndə. İndi zəncəfilli peçenyaları hazırlayacağıq. Qızım da mənə kömək eləyəcək, həm də çəkəcək. Bugün yenə mənim rejissorluğumu eləyəcək. Operatorluğumu. Rejissor idi, operator idi. Operator. Rejissor odur ki, составлять şeyi. Все, operatorum mənim. Keçək. Qızlar, pudra şəkəri eləmək istəyirdim. Aparat xarab oldu, eləyə bilmədim. Nəsə şəkər əlavə edəcəm, adi şəkər. Aysə orada bir su bardağıdır şəkər. Hə. Reseptdə. Bir yox, yarım. Yarım stəkandır. Hə. Bir stəkan eləyəcək. Qızlar 2 porsiya eləyirik. Əslində 150 qram idi kərə yağı. Elədim 300 qram. Nəsə də mən sizə ümumi resepti deyəcəm. İndi nə qədər idi? Elə bil 2 porsiyanı bir dəfəyə hazırlayacağam deyə belə elədim. 300 qram kərə yağı əlavə elədim. 1 stəkan şəkər. Qızlar 300 qram kərə yağını otaq istiliyində eləməlisiniz ki, yumuşaq olsun. Biraz elə bu bizimki bərkdir. Biraz əzişdirirəm ki, biraz bəlkə yumuşalarlar. Biraz tez yumuşalsın. Nəsə, 1 stəkan yarım şəkər eləyəcəm. Stəkan yarım. Stəkan. Səni buna şeydən sonra yarısını da tökərəm. Nəsə. Əsmər. Qızlar, bir çimdik də duz əlavə elədim bura. Əzəcəm biraz bunu. Yağı biraz siz daha yumuşaq götürsəz daha rahat olar. Götürdüm elə. Biraz çox saxlamadım deyə çöldə bu qədər də yumuşalmayıb. İndi biraz əzə-əzə şəkərlə yumuşaldacağım. Sonra digər ingrediyentləri əlavə edəcəm üzərinə. Bir reseptdə bir paçkadır vanil, amma yarım eləyəcəm. Çünki ədviyyatlar çoxdur, vanilin iyi istəmirəm orada çox gəlsin. Əsas misal üçün istəyirəm ki, darçının ətri, zəncəfilin ətri gəlsin. Yağla şəkəri biraz əzdim. Üzərinə 1 çay qaşığı, yox, 1 çay qaşığı yox. 1 çay qaşığı və 2 eləyim də, hə? Bir yarım eləyim, çox olar. Yoxsa yox, nəsə də. 1 çay qaşığı, bir də yarısından 1 qaşıq yarım zəncəfil çay qaşığı. Sonra 1 çay qaşığı darçın. Bir paçka qabartma tozu əlavə edirəm. 2 yumurta, ağı və sarısı ikisi birlikdə. Karıştırın. Sonra 1 stəkan bəhməz. Bəhməzim elə qatıdır ki. Əslində misal üçün armudu stəkan mən bir tökdüm. Amma biraz elə bil ki, başından əski idi də. Yarım çay bardağı gedirdi. Türklərin reseptinə baxırdım. Mən prosta 2 porsiya hazırladığım üçün hər şeyi elə bil ki, 2 qat hazırladım da, 2 qat daha çox əlavə eləmişəm.
biraz belə əzişdirib sonra ununu əlavə edəcəm. Biraz bunları qarışdırım ki, şəkər biraz ərisin, heç olmasa kütlədə. Elə gözəl ətri gəlir. Necə gözəl iyi gəlir, hə? Da. Qızlar, biraz da buna soda əlavə elədim. Biraz dediyim, yəni yarım çay qaşığından biraz daha çox. Reseptdə qızım baxıb deyir bayaqdan mənə. Sodanı unudub deməyi. Yaxşı ki, axırda özüm baxdım. Neysə, indi ununu əlavə eləyəcəm. Orada 2 stəkan yarım yazılıb, amma yəqin ki, biraz bizdə artıq gedəcək. Çünki bilirsiniz də biraz daha artıq hazırlayıram. Misal üçün orada 150 idi, mən 300 qram yağ əlavə elədim, kərə yağı. Nə bilim, belə də, yəni 2-yə vurmuşam. Stəkan əlavə eləmişəm hələ ki. Hələ ki qarışdırıram. Üçüncü stəkanı əlavə elədim xanımlar. Yavaş-yavaş əlavə eləyəcəm ki, birdən çox olar onu aparıncaya qədər. Onu baxa-baxa eləyəcəm də. Keçirəm artıq əlimlə yavaş-yavaş yoğurmağa. Ələ yapışmayan xəmir alınmalıdır, deyir orada xanım. Hələ ki, mənimki yapışır, yəqin onu azdır, böyük ehtimal ki. Yumuşaq xəmirdir, amma yapışır Ayza. Kızlar, bunu qəşəng belə yumuşaq belə. Baxın necə yumuşaqdır, gözəldir ki. Belə bir xəmir olur. İndi bunu streçə bükəcəm, qoyacağam. 15-20 dəqiqə, 30 dəqiqə özünü tutana kimi gözlədəcək xəmiri. Bəlkiməlidir ki, rahat yayaq. Xəbərlədik bilmirəm, neysə, düz olmadı. Qızlar, belə bezelər almışdım. Birdən yadıma düşdü ki, çəkmədim axı sizin üçün. Bunları belə əzirəm. Birazdan da bunu indi şeydən keçirdəcəm. Süzgəcdən toz halına gətirəcəm. Əsl reseptdə bezə ilə hazırlanır. Üzərinin bəzəyi. Belə əzdim. Hələ ki, əlimlə keçirəcəm süzgəcdən. Qızlar, baxın, belə bir süzgəcdən keçirirəm. Tozu lazımdır bizə. Neysə, keçirim, gəlin. Yağın kağızın üzərindən. Neysə. Bədava qaydasını eləyəcəm. Un səfir. Bunu yığaq, bunu xəmirə qoyaq.
Fikirləşirəm ki, bir çıxardım. Başqa cür. Hə? O da уже maraqsız oldu sənə. Vəbşi bu dünyada sənin üçün maraqlı olan nədir? Bilək onu. Qızlar, peçenyalar hazırdır. Amma mən özümü o qədər danladım ki, nəyə lazım idi bu qədər bişirmək. İnanın, o qədər yoruldum. Oy, bunları bir-bir kəsmək necə zülmüymüş. Mən heç belə bilmirdim. Nəysə, indi oturdum. Ortalığı yığışdırdım. Onu saxlamışam, çünki indi üzərində bəzək zad eləməliyik. Amma heç halım yoxdur. Amma qızım bayaqdan elə bəzəməyə gözləyir. Bütün prosesi atdı mənim üstümə, qaçdı. Hamısını özüm elədim. Görək, bəzəməkdə deyirəm, gəl ancaq ağ rəng eləyək. Bu dəqiqə hər yer kraska olacaq. Deyir, yox, mən rəngləmək istəyirəm. Görək, başımıza rəngləmə prosesində nə gələcək. Belə hazırladıq hamısını. Uca hazırlamaq prosesini çəkə bilmədim, qızlar. Çox yorğun idim. Belə maraqlı, belə biraz tərbiyəsiz peçenyalar olub. Girdik Pinterestdən maraqlı belə ideyalara baxdıq və niyəsə elə şeylər çəkdim, nə bilim, üstünə kupalnik giyindirmişəm peçenyalara. Qızlar, bu paketləri yadınızdadır, birlikdə almışdıq. Keçən vlogda çəkmişdim. Belə lent almışam, bir-bir bunları belə bəzədik, yığdım belə içinə. Qızlar, deməli, bezeləri əzdim, üzərinə yarım 2 xörək qaşığı bezə tozuna, daha orada 4 xörək qaşığı bezə tozuna, yarım su stəkanı, yəni 250 millinin yarısı qədər də, 250 milli stəkanların yarısı qədər şəkər pudrası əlavə elədim. Onları üzərinə də bir neçə damcı su, yəni onu əlavə eləyə diqqətli olun. Bir neçə damcı su əlavə elədim. 3 yerə böldüm. İndi bizdə 3 rəng var idi deyə biraz qida boyası əlavə elədim. Qarışdırdıq. O sıxma torbalarına doldurub bunları belə düzəltdik. Daha təfərrüatlı forma hazırlanma qaydası əslində YouTube-da var. Mən biraz belə necə gəldi başa saldım sizə. Vlogda da bəzəmişik. Neyse, belə qızlar, shorts videomda da paylaşmışdım bəzilərini. İndi acımışıq, gedək bir şey hazırlayaq, yeyək. İndi biz acımışıq, fikirləşirik nə yeyək. Bugün heç vaxtımız olmayıb nəsə hazırlamağa, bişirməyə. Ona görə də evdə bir dənə belə konservləşdirilmiş tuna var. Bir də bu balıqlardan, bundan var. Tabatlı, Все. Bunu indi bir ideyamız var. Biz belə evdə göyərti zat var idi. Geçən almışdım, belə yumuşam paketin içinə. Deyəcəksiniz, nə səliqəsizsən, paketdə saxlayırsan, amma neçəvo, belə eləmişəm. İndi nə edəcəyik? Bir qaba bunu boşaldacaq, yəni Ayza istəyir bu balıqdan yemək. Mən isə istəyirəm bundan yemək. İndi göyərti doğrayacağım. Sən göyərti istəyirsən, yoxsa soğan eləyəm? Cəm soğan olsun. Aha, Ayzaya ancaq soğan eləyəcəm. Özümə həm yaşıl soğan, hə də yaşıl soğan da, yəni bu soğandan. Həm də göyərti eləyəcəm. Davay, hazırlayaq. Ayza çəkəcək amma. Davay. Təbii ki, yağını süzəcəm. Yoxsa yağlı istəyirsən? Yağsız. Ay, yağından da. Bura tökürəm tunanı. Əslində tunanı pomidor, xiyar belə salatla da eləmək olur. Onda da çox dadlı olur. Amma Ayza ilə sevir. İndi Ayza bunu belə tək sevir. Prosta indi fikirləşdi ki, niyəsə razılaşdı ki, biraz soğan da əlavə eləyək üstünə. Çünki yaşlı soğanı o sevir.
Qəsdən, vay. Nə tür operatorsan bilmirəm də. Havalanıram da sən çəkəndə nəsə. Yumuşka. Və üçün dalaşa nəsə eləyirik biz bir yerdə. Bəli. Qırırıq bir-birimizi. Amma necəsə sağlıq hələ. Yəni öldürməli idik deyirsən. Qırırıqsa bir-birimizi. Bayaq Ayza gəlib girib kuxnaya. Acıqası. Mən də deyirəm, nə yaxşı ki, bu uşaq hələ acmayıb. Hə. Deyir ki, gəlib ki, bəh-bəh. Deyəsən, duxovkada nəsə bişir. Dadlı iyilər gəlir. Sən o iyləri necə hiss elədin? Bugün heç evdə yemək bişməyib. İyi gəlirdi. Bugün mən limon da sıxacaq. Oy, o nə səsiydi. Limon. Limonsuz olmaz Tuna. Oy, tumları. Heç vada tumlarını sonra yiyəndə həll eləyərsən, çıxardarsan orada. Yo. Limonu da sıxdım Tunaya. İstəsən sonra dərişib biraz da sıxarsan. Belə. Məncə bundan çox dadlı olacaq. İndi keçirəm o birisinə. Onları götürdüm yenə. Doğrayıram. Yəni burada belə qeyri-adi bir şey yoxdur da. Adi yaşıl soğanı doğrayıram. Deyəcəksiniz ki, nə var burada? Heç nə, prosta çəkmək istədim. Biraz nə bilim. Fikir olsun deyə, misal üçün. İstəyirsən saxla, bu qədər çəkmək nəyə lazım? Yəni soğandır da bu. Yəni. Saxla da Ayza. Lasosu açıram. Çünki dağıtmayayım da. Oy, Uşaqlığımdan bu yana ən çox sevdiyim balıqdır bu. Çox apetitli görünür. Çox vkusno. Çox apetitli bir şey kimi belə. Dadlı görünür. Azərbaycanca danış zəhmət olmasa xanim. Şuran balığı tökürəm. Biraz tomatı elə bil əvvəllər daha qırmızı olurdu bunun. Niyə belə renkləri başa düşmədim? Yəni biz uşaq vaxtı yeyirdik bunu, tomatı daha qırmızı olurdu. İndi belə qırmızı deyil bu nəsə belə, aranjlı renkləri. Soğanı əlavə eləyirəm. Onda üzərinə. Başqa göyərtilər də əlavə eləyək, görəsən? Yüzməm. Hə? Yoxsa məncə lazım deyil. Çox olmaz. Məncə biraz tomat bəlkə əlavə eləyim. Məncə həm. Məncə həm. Bilirəm ki, bunun tomatı nəsə azdır. Ayda biz o vaxt alırdıq. Yadımdadır ki, belə bir qaba alırdı mamam. Aha, ki, buna reyhan çox qəşəng gedər. Mamam bu. Yadımdadır ki, bu balığı əvvəl biz uşaq olanda mamam alırdı. O aş boşqablarını açıb boşaldırdı. Qardaşım, mən və mama üçümüz otururduq, o balığı yeyirdik bəhbəhlə. Üçümüz otururuq, o balığı yeyə qırışarıq. Qırışırıq, niyə qırışırıq? Kurat nəsə də hamıya bəs edirdi, qəşəng sosa olurdu onun. Reyhan da əlavə elədim üzərinə. Yaşıl soğan, reyhan. Çox oldu məncə soğan. Necədir? Məncə soğan çoxdur. Çox olsa dadlı deyil. Bəlkə biraz onun üstünə şey də qəşəng gedər. Nar. Amma nar yoxdur. Var nar, niyə yoxdur? Balkonda da olurdu nar. Çıxart qoydu. Mənimkinə də sökərsən. Sənə nar gedər, amma buna getməz. Gətir bir dənə nar balkondan. Onun gibi dənə elə. Biz yıxmışdım. Bunlar da töküləcək indi. Oy, Ayza. Heç gərək buna limon tüzü. Biz limon da yarım eləmişik. Buna turşu gedir nə qədər eləsən. Eminim. Burada bir dənə apetitli bir şey olacaq. Biraz belə düşsün içine tomları. Şöp. Qızlar, fikirləş. Bunu əlavə eləyə bitirə bilmirəm. Fikirləşdim ki, pomidor da yaxşı gedər. İndi ona xırda qəşəng pomidor da əlavə edəcəm doğrayıb. Məncə çox gözəl gedər. Bunu heç yerdə görməmişəm əslində. Yəni prosta mənim
hazırladıqca beynimə gəldi ki, Elə bir şey eləmək olar. fikirləşdim ki, qəşəng olur. Prob eləyərik də. Ya yeləsi kimi olacaq, ya da yeyilməyəsi. Ya bunu yeyə biləcək, ya da bunu atmalı olacaq. Qəşəng olsa, siz deyilirsiniz. Sizin üçün təzə bir resept olacaq. Dadına baxıb deyəcəm sizə necədir bu. Kimsə baxıb yəqin fikirləşir ki, bu nədir? Amma bəzən adam belə şeylər istəyir. Mən pomidor sevmirəm, ona görə mən... Yox, sən deyim, bəzən elə yeməklər var yeyirsən içində. Ən priятный момент. Pomidoru yanına tökürəm belə. Buradan bəyənməsə yemərik də, yəni. Belə qarışdırmıram. Bildiyin yanında qalsın. Nə məna? Xanımlar, hazırladıq. Ayza, buna qaşıq qoymamışıq. Bu yəqin ki mənimdir. Prob eləyərsən. Bu sənindir. Mən tuna istəmirəm çünki mən bunu yeyəcəm. Belə. Prob eləyirəm. Birinci tunaya baxın. Birinci Ayzanın. Ayza üçün hazırladığımıza baxıram. Biraz koyun belə. Ağzım sulanır. Götürüm çöreği belə. Biraz suyuna batırıram belə. Ayza. Tatlıdır. Tunanı başqa cür yeməyəcəksən bundan sonra. Dəhşət dadlıdır. Qızlar, dəhşət dadlıdır. Mütləq belə eləyin, mütləq. Ayda. Suyuna batır çörəyini. Çox əladır. İndi bu birisinə baxıram. Özüm üçün hazırladığıma pomidorundan da qoyacağım. Göyərtisindən, pomidorundan. Məncə göyərti başqa bir hava qatır da. Bilirsən? Sənin üçün də verim bunu? Aha, qızlar. İndi bunun dadına baxdım, əla idi. İndi buna keçirəm. Yenə çörəyə götürürəm. Biraz belə sosuna. Məncə səninki daha dadlıdır, yox? Bu da çox dadlıdır. Məncə mənimki daha dadlıdır. Məncə çox dadlıdır. Mütləq belə hazırlayın. Bilmirəm, ağız dadınıza uyğun gələr gəlməz. Amma çox ləzzətlidir. Çox. Dəhşət. Mütləq hazırlayın. Biz gedək yeyək. Yadınızdadır, yolkanı qurduğum video var idi. O videonun altında çoxlu rəylər yazılmışdı ki, yolkanın üzərinə qoyduğunuz o güllər heç yaxşı görünmədi. Kəşki qoymasaydınız. Bir neçə izləyici də yazmışdı ki, kreslo yolkanın önünü kəsdi, yaxşı görünmədi. Bu rəyləri nəzərə alaraqdan kreslonu o tərəfə itələmişik ki, bura boş qalsın. Yolkanın da üzərindən çiçəkləri götürdük. Əslində gülləri özümdə o qədər çox bəyənməmişdim. Onlar bir ilisi moduydu. Yəni yolka bəzəyində çox istifadə olunurdu. Bu il mənə elə gəlir ki, biraz dəbdən düşüb. Ona görə sizin də gözünüzü o yordu. Elə mənim də gözümü yorduğu üçün onları çıxartmışam. Belə. Qoymuşam belə.
Necə olub indi? İndi bəyənirsiniz bu cür yolkanı. İşıqlarını yandırmadım gündüz vaxtıdır deyə. Hə, o çiçəkləri də qoymuşam bura. Göstərim. Deyə ora qoymuşam. Sizcə necə olub? Götürüm yoxsa qalsın? Belə bir şey eləmişəm burada. Gülün də suyun gerək dəyişim saralıb. Burada peçenyalarımız. Benim əziz, gözəl və dəyərli izləyicilərim, neçə gözəl bayramlara çıxasınız. Sizin bayramınızı təbrik eləyirəm. İnşallah bayramdan sonra yenidən görüşərik. Hər kəsə gözəl bayramlar, uğurlu tətil diləyirəm. Hələlik.